Bugün sizə bir hekayə danışmaq istəyirəm. Deməli, təxmini 3 həftə bundan qabaq Bakıda şimal küləkləri başlayanda Miraj gəmisini Türkan sahilindən biz dənizə buraxdıq. Təxmini 450-500 metr arası balıqçılıq etmək üçün dənizə buraxdıq. Gəmi deməli söndü. İndi baxırıq ki, yəni mən bunun səbəbini müəyyən etdim. Orada daxildə bir şteker boşluğu var idi. O aralanmışdı. Mövzu o deyil. Mövzu başqa mövzudur. Mən sizə 3 həftə dənizdə üzən Miraj gəmisinin halını göstərmək istəyirəm. Yaxından çək zəhmət olmasa. Buyurub baxa bilərsiniz. Bu gəmi 3 həftə ərzində Bakıdan Neftçalaya 190 kilometr məsafəsini üzüb. Şturmavoy küləkdə, şimal küləyində. İndi biz nə edirik? Bunu qoşuruq. Buradan qoşum. Bir dənə fəsad var, onu da çək. Gəl bura zəhmət olmasın. Bir dənə lampoçka su buraxıb. Yəni, düşünürəm ki, bu normal bir şeydir. Səsi gəldi. Pultu da qoşuram. Pultu gətirmişəm xüsusən yoxlamaq üçün. Qardaş da inansın ki, onu tapan qardaş inansın ki, mənimdir. Baxa bilərsiniz. Gəl çək. Motorunu çək zəhmət olmasın. İndi gəl içini çəkək. Baxaq içində su var yoxsa yoxdur. Qupquru. Həqiqətən Allah şahiddir ki, biz heç nə eləməmişik. Biz heç nə eləməmişik. Yəni məni tanıyanlar da tanıyır. Bizdə yalan bir şey yoxdur. Yəni, indi götürdüm əlimə. Bir yarım saatda baxdıq orasına burasına. Buyurun. Yəni bu nə deməkdir? Bu video əslində keyfiyyət barədə bir videodur. Bu gəmi Miraj gəmisi. Polni. Yəni Xəzər dənizində testdən keçdi qardaş. Ən böyük plusu nədir? Bu sırf dəniz üçün düzəlib, çevrilmir. Çevrilmir. Çevriləndə Bu yerinə dalğa qayıdır. çevirsəydi, bu dalğa çevirib su yığsaydı, o qalacaqdı dənizin dibində. Bakıdan Neftçalaya üzmüş Yaxşı, Miraj gəmisi. bunu tapan səbəbkar hardadır?